Bakı şəhərində yəqin tikiləcək. Daxil olduqda artıq layihələrə, şəhər salmanı layihələrinə. Bu Bakı şəhərində tikiləcək 35 mərtəbəli yaşayış villələri deyilən bir göstərişdir və hər bir şey ağ rəngdə. Yəqin ki, gözəl bir ağ şəhər yenidən salınacaq. Sonra bu maket çox maraqlı maketdir. Həqiqətən də maraqlı maketdir. Çox konstruksiyası çox gözəl, maraqlı. Hardasa bu yaşayış binası olursa, burada bir 10 min, 20 min insan yaşaya bilər. Sonra yaxınlaşırıq bu maketə. Çox gözəl maketdir. Bu da ağ rəngdə işıqlanmış ağaclar hamısı. Yəqin ki, bunlar da şəhərdə, Bakıda bunlar da göstərəcək. Eyni zamanda yaxınlaşırıq buna. Baxın, görün nə gözəl. Şəhər salmanın maketidir. Bu da çox gözəldir. Göz oxşayan bir konstruksiyadır. Çox gözəl. Bura yaxınlaşırıq. Bu Bakının yeni maketidir. Yeni belə bir evlər salınacaq. Yeni bir binalar. Çox hələlik onun maketidir. Hal-hazırda belə bir şəhərdə belə bir yaşayış kompleksi hələ ki yoxdur. Bunlar həyata keçirmək üçün layihələrdir. Bakının hansı hissəsində keçiriləcək o məlum deyil, tikiləcək o məlum deyil. Amma görünüşdə çox gözəl bir konstruksiyaya malikdir. Xüsusən də ölkəmizə gələn qonaqların diqqətini çox cəlb edir və bütün qonaqlar onun ətrafında, bu şəhər salmanın ətrafında cəmləniblər. Çox maraqlı bir konstruksiya var. Amma maraqlanaq görək, hal-hazırda hələ maketdir, yoxsa artıq bu hal-hazırda bu işləkdir, yoxsa bu hələ maket kimi verilir? Şəhər salmanı Gələcəkdə belə olar. gələcəkdə belə olacaq. Yəni harda, hansı sahədə? Bura Çeşilədir məsələn. Çeşlə burada. Bura məsələn Çeşilədir. Bura Babək prospektdə buraxır. Hə, bura Çeşlədir. Bəs ora o qəşəngi. Təzə Çeşlə. Hamısı Təzə Çeşlə, hə? Adını elə qoyacaqlar. Adını elə qoyacaqlar, hə? Amma gözəldir, hə? Əgər düz Mən Çeşilə qalıram. Pis oldu. siz Keçilədə qalırsınız, ancaq köhnə Keçilədir. Yəni yeni Keçiləriniz bu cür olacaq, gözəl, hə? Bəli. Hə, bəs ora bilmirsiniz? Ora hər hamısı üstə yazılıb, yaxınlaşsa sonra görəcəksən. Hə. Bax Keçilə, hə, bura Keçilədir. Bura Babək rayonudur. Babək prospektidir. Babək. Bura plaza, stadion, bura metroların metrodur. Bu da metronun ətrafıdır. Nizami parkıdır, o salınacaq. Nizami parkı salınacaq. Yine Babək prospektidir. Babək prospektində belə gözəl evlər tikiləcək. Həqani Rüstəmov tərəflərdir. Bax,
beləsinə. Dünya beynəlxalq standarta uyğun olaraq Bakıda da Bakı şəhər salma layihələri artıq planlaşdırılıb və layihələr üzərində Bakıda gözəl yaşayış binalar, parklar, metrolar salınacaq və insanların, sakinlərin şəraiti yaxşılaşacaq.